Salam əleykum. Bax, bu çəkdiyimiz ərazi Sabunçu rayon Maşdağa qəsəbəsi Daş Kərxanası adlanan bir ərazidir. Bax, burada bunlar hamısı çirkab sulardır. Yəni, buranın iyi dözülməz bir haldır. Bax, bu su da gəlir, bu qurunç suları. Su demək olmaz, bunun hamısı çirkab sulardır. Bax, bu kombinat adlanan ərazidən, bax, bu kombinatdan gəlir. Burada nə sexidir, qənd sexidir, nədir? Yəni, bunun bir zəhəri var. İnan ki, zəhər gəlir buradan. Bax, onu da burada, bax, hardan gəldiyi mənbəyi mən sizə görsədim bir dənə. Bax, əvvəl oradan gəlirdi. Bax, oradan gəlirdi əvvəl. Onu gəldi, icra nümayəndələri gəldi, bağladı, elədi. Güya indi düzəldi, amma yenə həmən hal, yenə dözülməz hal. Bax, buradan gəlir o su, bax, buradan gəlir. Gecə saat 3-də, 4-də, yəni bilin 5-də nə vaxt açıb buraxırlarsa, burada iydən, qoxudan dözülməz bir haldır. Hətta bax, burada gördüyünüz bax, bu qədər evlər var, bax, bu qədər yaşayış var. Üzü qabağa tərəf hamısına iyi gedir. Bunlar, yəni burada pəncərə açmaq söhbəti yoxdur. Yaydır, elə istidir, elə partlayıb öyünlə qalmalısan. Bir dənə pəncərəni açdın, ifunətin iyindən dözülməz haldır. Yəni burada yaşayış belə dözülməz hala çatıb. Xahiş edirəm buna bir icra qurumları, buna bir tədbir görsünlər.